Dostlar, salam. Axşam evə gələndə ayaqlarınızda ağırlaşma hiss edirsiniz? Biraz yeriyəndən sonra ayaqlarınız tez yorulur, pilləkən çıxarkən əvvəlki kimi rahat hərəkət edə bilmirsiniz və bunu yaşla əlaqələndirirsiniz. Maraqlıdır ki, insanların çoxu ayaqlarda yaranan yorğunluğu yaşlanmanın normal hissəsi hesab edir. Halbuki hər zaman belə deyil. Bəzən səbəb qan dövranında olur, bəzən vitamin çatışmazlığında, bəzən əzələlərdə, bəzən isə damarlarla bağlı problemlərdə. Bugün çox vacib bir mövzudan danışacağıq. Ayaqlar niyə tez yorulur? Ən çox rast gəlinən səbəblər hansılardır? Hansı hallarda bu vəziyyət normal sayılır və hansı hallarda diqqət tələb edir? Mən doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şeyi başa düşək. Ayaqlarda yorğunluq hissi tək bir xəstəlik deyil. Bu sadəcə bir simptomdur. Yəni, orqanizmin bizə göndərdiyi siqnallardan biridir. Məhz buna görə səbəblər çox fərqli ola bilər. Bəzi insanlar yalnız uzun məsafə yeriyəndə yorğunluq hiss edir. Bəziləri isə qısa məsafədə belə ayaqlarında ağırlıq hiss etməyə başlayır. Məhz buna görə şikayətin necə yarandığı vacibdir. İndi isə ən çox rast gəlinən səbəblərdən danışaq. Birinci səbəb hərəkətsiz həyat tərzidir. Bu bir qədər paradoksal görünə bilər. Çünki insanlar düşünür ki, ayaqlar çox işlədiyi üçün yorulur. Halbuki bəzən əksinə olur. Uzun müddət oturaq həyat tərzi keçirən insanlarda əzələlər zəifləyə bilər. Əzələ dözümlülüyü azalır və nəticədə adi fəaliyyət zamanı belə ayaqlar daha tez yorulur. Məsələn, insan liftə öyrəşib, az yeriyir, idman etmir. Sonra bir gün uzun məsafə gəzməli olur və ayaqları dərhal yorulur. Bu hər zaman xəstəlik demək deyil. Bəzən sadəcə fiziki hazırlığın zəifləməsi ilə bağlı olur. Başqa çox vacib səbəb isə artıq çəkidir. Çəki artdıqca ayaqların üzərinə düşən yük də artır. Hər addım zamanı oynaqlar və əzələlər daha çox işləməli olur. Nəticədə insan daha tez yorula bilər. Xüsusilə dizlərdə, baldırlarda və ayaq pəncələrində narahatlıq yarana bilər. Bəzi insanlar düşünür ki, problem yalnız sümüklərdədir. Halbuki artıq çəki bütün hərəkət sisteminə əlavə yük yaradır. İndi isə qan dövranından danışaq. Bu mövzu çox vacibdir. Çünki ayaqlarda yaranan yorğunluğun səbəblərindən biri də qan dövranının pozulması ola bilər. Arteriyalar oksigenlə zəngin qanı toxumalara çatdırır. Əgər bu proses pozularsa, əzələlər kifayət qədər oksigen ala bilməyə bilər. Nəticədə insan yeriyərkən ayaqlarda ağrı və yorğunluq hiss edə bilər. Maraqlıdır ki, bəzi insanlarda bu hiss yalnız hərəkət zamanı yaranır. Dayandırdan sonra isə azalır. Bu tip hallar mütləq qiymətləndirilməlidir. Çünki bəzən damarlarla bağlı problemlərin siqnalı ola bilər. Başqa bir səbəb isə venos problemlərdir. Yəni, toplar damarlarla bağlı vəziyyətlər. Bəzi insanlarda günün sonuna doğru ayaqlarda ağırlıq hissi yaranır. Ayaqlar şişə bilir. Corabın izi daha çox qalır və insan ayaqlarında yorğunluq hiss edir. Bu xüsusilə uzun müddət ayaq üstə qalan insanlarda rast gəlinə bilər. Məsələn, müəllimlərdə, satıcılarda, bərbərlərdə və ya gün ərzində çox ayaq üstə çalışan insanlarda. Bir şeyi də unutmayaq. Ayaqlarda yorğunluq hər zaman damar problemi demək deyil. Bəzən səbəb tamamilə başqa yerdə olur. Məsələn, vitamin və mineral çatışmazlıqları. Növbəti hissədə isə məhz bu mövzudan danışacağıq. Dəmir çatışmazlığı ayaqlarda yorğunluq yarada bilərmi? B12 vitamini necə rol oynayır? Sinirlər və əzələlər bu prosesdə nə qədər vacibdir? Və hansı hallarda ayaqlardakı yorğunluq diqqət tələb edən siqnal hesab olunur? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin ayaqlarda yorğunluğun insanların çox vaxt diqqətdən qaçırdığı digər səbəblərindən danışaq. Çünki hər problem damarlarla əlaqəli olmur. Bəzən səbəb qanın tərkibində olur, bəzən sinirlərdə, bəzən isə əzələlərin özündə. Məsələn, dəmir çatışmazlığı. Bu çox yayılmış problemdir. Dəmir qırmızı qan hüceyrələrinin əsas komponentlərindən biridir. Onun köməyi ilə oksigen bədənə daşınır. Əgər dəmir çatışmazlığı yaranarsa, toxumalar kifayət qədər oksigen ala bilməyə bilər. Nəticədə insan özünü tez yorğun hiss edir. Bu yalnız ümumi halsızlıqla məhdudlaşmır.
Bəzi insanlarda ayaqlarda zəiflik və tez yorulma hissi də yarana bilər. Xüsusilə pilləkən çıxarkən, uzun məsafə yeriyərkən və ya adi fiziki fəaliyyət zamanı. Bəzi insanlar bunu yaşla əlaqələndirirlər. Halbuki səbəb sadə bir qan analizində aşkarlana bilən dəmir çatışmazlığı ola bilər. Başqa vacib səbəb isə B12 vitamini çatışmazlığıdır. Bu vitamin sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Əgər çatışmazlıq yaranarsa, bəzi insanlarda ayaqlarda keymə hissi ola bilər, iynə batması hissi yarana bilər, tarazlıq pozula bilər və nəticədə yerimək daha çətin görünə bilər. Maraqlıdır ki, bəzi insanlar bunu yalnız yorğunluq kimi qəbul edirlər. Halbuki problem sinir sistemindən qaynaqlana bilər. İndi isə əzələlərdən danışaq. Çünki ayaqların yorulması bəzən əzələ zəifliyi ilə də bağlı olur. Uzun müddət hərəkətsizlik, yaşla birlikdə əzələ kütləsinin azalması, bəzi xəstəliklər və ya qeyri-kafi qidalanma əzələlərin gücünü azalda bilər. Bu zaman insan əvvəl rahat gördüyü işləri daha çətin görməyə başlayır. Məsələn, uzun müddət ayaq üstə qalmaq çətinləşir. Pilləkən çıxmaq daha çox enerji tələb edir və ayaqlarda tez yorulma hissi olunur. Bir maraqlı məqam da var. Bəzi insanlarda problem sinirlərdən qaynaqlanır. Xüsusilə şəkər xəstəliyi olan insanlarda. Uzun müddət yüksək şəkər səviyyəsi sinirlərə zərər verə bilər. Bu vəziyyətə diabetik neyropatiya deyilir. Belə insanlarda ayaqlarda yanma hissi, keymə, qarışqa gəzməsi hissi və ya yorğunluq yarana bilər. Məhz buna görə şəkər xəstəliyi olan insanlarda ayaqlarla bağlı şikayətlər diqqətlə qiymətləndirilməlidir. İndi isə başqa vacib bir suala baxaq. Ayaqların tez yorulması həmişə yaşla əlaqəlidirmi? Qətiyyən yox. Bəli, yaş artdıqca bəzi dəyişikliklər baş verir. Amma hər şikayəti yaşın üzərinə atmaq düzgün deyil. Çünki bəzən müalicə edilə bilən problemlər sadəcə yaşlılıqdır deyə göz ardı edilir. Halbuki səbəb damar problemi ola bilər, vitamin çatışmazlığı ola bilər, qan azlığı ola bilər və ya başqa bir tibbi vəziyyət. Bir şeyi də unutmayaq. Ayaqlarda yorğunluqla birlikdə başqa əlamətlər də vacibdir. Məsələn, şişkinlik, dərinin rəngində dəyişiklik, soyuqluq hissi, keymə, ağrı və ya gecələr ayaqlarda sancılar. Bu məlumatlar səbəbi anlamağa kömək edir. İndi isə çox vacib suala keçək. Ayaqlarda yorğunluq nə vaxt diqqət tələb edən siqnal ola bilər? Əgər şikayət getdikcə artırsa, əgər yerimə məsafəsi azalmağa başlayıbsa, əgər ağrı hərəkətlə artırsa, əgər ayaqlarda rəng dəyişiklikləri yaranırsa və ya bir ayaq digərindən daha çox şişirsə, bu hallar qiymətləndirilməlidir. Çünki bəzi damar problemləri məhz bu cür siqnallarla özünü göstərə bilər. Növbəti hissədə isə bütün mövzunu yekunlaşdıracağıq. Ayaqlarda yorğunluqla bağlı ən çox yayılan miflər hansılardır? Nə vaxt həkimə müraciət etmək lazımdır? Və bu videodan yadınızda qalmalı olan ən vacib fikir nədir? Bütün bunlardan son hissədə danışacağıq. İndi isə gəlin ayaqlarda yorğunluqla bağlı ən çox yayılan miflərə baxaq. Çünki bu mövzuda insanlar arasında çoxlu yanlış məlumatlar mövcuddur. Birinci mif. Ayaqlarım tez yorulursa, səbəb mütləq yaşdır. Bu, ən geniş yayılmış yanlış fikirlərdən biridir. Bəli, yaş artdıqca bəzi dəyişikliklər baş verir. Amma ayaqlarda yaranan hər yorğunluğu yaşla əlaqələndirmək düzgün deyil. Bəzən səbəb damar problemləri olur. Bəzən qan azlığı, bəzən vitamin çatışmazlığı, bəzən isə sadəcə hərəkətsiz həyat tərzi. Məhz buna görə səbəbi araşdırmadan nəticə çıxarmaq düzgün deyil. İkinci mif. Ayaqlarda ağrı yoxdursa, problem də yoxdur. Bu da tam doğru deyil. Bəzi damar problemləri ilk mərhələlərdə yalnız yorğunluq hissi yarada bilər. Bəzi vitamin çatışmazlıqları isə yalnız zəiflik və halsızlıqla özünü göstərə bilər. Yəni, ağrının olmaması hər zaman problemin olmadığı anlamına gəlmir. Üçüncü mif. Biraz dincəlsəm keçər. Bəzən doğrudan da keçir. Xüsusilə səbəb yorğunluq və ya həddindən artıq fiziki fəaliyyət olduqda. Amma şikayət həftələrlə və ya aylarla davam edirsə, bunu sadəcə yorğunluq hesab etmək düzgün deyil. Dördüncü mif. Ayaqlarda yorğunluq yalnız damarlarla bağlı olur. Əslində, səbəblər çox müxtəlif ola bilər. Qan azlığı, B12 vitamini çatışmazlığı, əzələ zəifliyi, şəkər xəstəliyi, artıq çəki və ya başqa tibbi problemlər. Məhz buna görə hər insan üçün səbəb fərqli ola bilər.
5. mit. Yaşlananda ayakların yorulması normaldir. Muayene lazım değil. Bu da təhlükəli yanaşmalardan biridir. Çünki bəzi müalicə edilə bilən problemlər məhz bu düşüncə səbəbindən gec aşkarlanır. İndi isə vacib suala cavab verək. Nə vaxt həkimə müraciət etmək lazımdır? Əgər ayaqlarda yorğunluq getdikcə artırsa, gündəlik həyata mane olursa, yerimə məsafəsini azaldırsa və ya səbəbi aydın deyilsə, müayinə olunmaq faydalı ola bilər. Əlavə olaraq, ayaqlarda şişkinlik, dərinin rəngində dəyişiklik, soyuqluq hissi, keymə, yanma hissi və ya hərəkətlə yaranan ağrılar varsa, vəziyyət daha diqqətli qiymətləndirilməlidir. Bir şey də unutmayaq, insan bədəni problemləri çox vaxt əvvəlcədən xəbər verir. Amma həmin siqnallar həmişə aydın olmur. Bəzən ayaqlarda ağırlıq hissi ilə, bəzən yorğunluqla, bəzən zəifliklə və həmin siqnalları vaxtında görmək vacibdir. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Ayaqların tez yorulması hər zaman yaşla bağlı deyil. Bəzən səbəb qan dövranında olur, bəzən vitamin çatışmazlığında, bəzən qan azlığında, bəzən isə sadəcə hərəkətsiz həyat tərzində. Məhz buna görə səbəbi tapmadan hər şeyi yaşla əlaqələndirmək düzgün deyil. Ən təhlükəli yanaşma isə yenə budur. Keçər. Bəzən keçir. Amma bəzən orqanizm sizə vacib bir siqnal göndərir və həmin siqnalı vaxtında görmək böyük fərq yarada bilər. Bir şey də unutmayın, məqsəd qorxmaq deyil, məqsəd məlumatlı olmaqdır. Çünki məlumatlı insan sağlamlığına daha məsuliyyətlə yanaşır və lazım olan vaxtda müayinədən keçir. Mən doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən sadə bir məlumat insanın illərlə yaşadığı problemin səbəbini tapmasına kömək edə bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Diyet saxlayırsınız, amma çəki getmir. Niyə bəzi insanlar pəhriz saxlasalar da arıqlaya bilmirlər? Metabolizm həqiqətən yavaşlaya bilərmi? Gizli kalorilər nədir? Və insanlar arıqlama zamanı ən çox hansı səhvlər edirlər? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.